Bizə belə bir funksiya verib və tərsini istəyir. Yəni tərsini o deməkdir ki, funksiyanın tərsi f üstü mənfi 1x ilə işarə olunur. Ya da belə deyək, y üstü mənfi 1. Yəni tərsi o deməkdir ki, burada biz bunu y bərabərdir 3x üstəgəl 1 böl 5 deməkdir də. Burada x ilə y-in yerini dəyişib tezdən y-i tapmalıyıq. Buna görə yazıram. Baxın, x bura gələcək, y də x-in yerinə gedəcək. Ona görə x bərabərdir 3y üstəgəl 1 bölünsün 5 olacaq. Çarpaz vuraq, olacaq 3y üstəgəl 1 bərabərdir 5x-a. İndi 3y bərabərdir 5x minus 1 və y də bərabərdir. Y-in əmsalını bölürük hər tərəfi. 3-də 5x minus 3-də 1. Deməli, bizim funksiyamızın tərsi oldu ki, y üstü mənfi 1 bərabərdir 3-də 5x minus 3-də 1. Ya da belə də yaza bilərik. 3-də 5x minus 1. Bu şəkildə də yaza bilərik. Cavab 5x minus 1 böl 3 olacaq.